Bismillahirrahmanirrahim və bihi nəstəin. Ramazan ayının fəziləti ilə bağlı mövzumuz davam edir. Təbii ki, biz artıq Ramazan ayının ən fəzilətli günlərinə gəlib yetişirik. Bu günlərdən biri də, o gecələrdən, o saatlardan biri də Qədr gecəsidir. Qədr gecəsi Ramazan ayında bir gecədir. Amma dəqiq vaxtı bilinmədiyinə görə 3 gecə ehtimal olunur ki, 3 gecədən biri Qədr gecəsi ola bilər. Və o gecələrdən biri də bugünkü axşam olacaq. Qədr gecəsi fəzilətli və dəyərli bir gecədir və özünə məxsus əməlləri var. O əməllərdən bir neçəsini mən qeyd edəcəyəm. Əməllər çoxdur. Qədr gecəsi o qədər fəzilətli gecədir ki, o gecələrdə nə qədər gözəl, yaxşı əməllər, ibadət, itaətlər yerinə yetirsək, o qədər çox fəziləti və savabı var. Amma əsas əməllərdən ki, ümumi hər kəs edə bilər, yerinə yetirə bilər, vaxt yetişə bilər ona, o əməllər bunlardır. Birinci, qusuldur. Qürub vaxtı, yəni Qədr gecəsinə daxil olarkən, məğrib vaxtı, gün batan vaxtı qusul etməlidir, müstəhəbdir qusul. Quslun forması adi qusullar kimidir və niyyəti isə Qədr gecəsinin qusulunu edirəm, qürbətən ilallah. İkinci əməl, 2 rəkət namaz qılmaqdır. Qədr gecəsi niyyəti ilə Qədr gecəsinin namazını qılıram, qürbətən ilallah. Bu niyyətlə insan Qədr gecəsi 2 rəkət namaz qılacaq və bu 2 rəkət namazda hər Fatihə surəsindən sonra hər rəkətdə 7 İxlas surəsi oxuyacaq və 2 rəkətdən sonra namazını bitirəcək. Üçüncü əməl, Quranı başa qoyub müəyyən dualar və zikirlər oxumaqdır və xüsusən də 14 məsumun, Əhl-i Beyt əleyhissalamın Quran başda olaraq adlarını qeyd edib və Allahdan dualar etməkdir. Bikə ya Allah əməli də deyirlər bu əmələ. Bu da Qədr gecəsi yerinə yetirilən əməllərdəndir. Dördüncü, bu gecəni, yəni Qədr gecəsini əhya saxlamaq, diri saxlamaq, oyaq qalmaq, dualar və digər əməllər yerinə yetirmək. Ki, insan əgər səhərə qədər, sübhə qədər oyaq qalarsa, Qədr gecəsini əhya saxlayarsa, bu gecədə o oyaq qaldığı müddətdə ibadət, itaətlə, dua, münacatla və yaxud elmlə, kitab oxumaqla məşğul olsa, daha yaxşıdır. Çünki əgər insan oyaq qalarsa Qədr gecəsində, gərək o gecəni, o oyaq qalmağını dəyərləndirsin. Allah Teala da Qur'an-ı Kərimdə bu gecəni dəyərləndirir və bu gecəyə dəyər verir. Allah Qur'an-ı Kərimdə Qədr surəsində buyurur ki, İnna ənzəlnahu fi leylətil qədr. Yəni, Qədr gecəsi həm də Qur'anın nazil olduğu bir gecədir. Qur'an bu gecədə nazil olur. Qur'anın nazil olduğu bir gecədə insan Qur'ana diqqət eləməlidir. Qur'anın göstərişlərinə diqqət eləməlidir. Və əgər oyaq qalırsa, oyaq qaldığı müddətdə Qur'anın göstərişinə uyğun əməl etməlidir. Və insan Qədr gecəsində Qur'anı başa qoyur. Qur'anı başa qoyduğu müddətdə bu Qur'anı başa qoymaq məsələsinin məsuliyyətini dərk etməlidir. Qur'an bizdən nə istəyir? Qur'an bizdən onu evdə qorumağımızı mı istəyir? Əgər bu cür nə olarsa, biz sadəcə evdə Qur'anı qoruyaqsa, bu düzgün deyil. Təbii ki, Qur'anı qorumaq, Qur'anı ehtiram etmək, hətta onun cildinə, onun vərəqlərinə, yazılarına da ehtiram etmək lazımdır. Amma bununla kifayətlənmək olmaz. İkinci bir məsələ, oxuyaq Qur'anı. Qur'anı üzündən oxuyanlar çoxdur. Qur'anı üzündən oxuyub başa düşməmək kifayət edirmi? Görürük ki, xeyr. Qur'anı oxumaq da lazımdır. Üzündən oxumaq yaxşıdır, amma bu da kifayət etmir. Üçüncü, oxuyaq, başa düşək. Yəni bir insan Qur'anı oxuyur və ərəb dilini də bilir, Qur'anı gözəl başa düşür. Amma bu da kifayət etmir. Qur'anı
oxuyub başa düşmək və onun buyruqlarına iman gətirmək lazımdır. İnsan Qur'anı oxuyub başa düşəndən sonra iman da gətirməlidir. Amma bütün bunları tamamlayan, yəni Qur'ana ehtiram göstərməyimiz, onu qorumağımız və həmçinin Qur'anı oxuya bilməyimiz və oxuyub başa düşməyimiz və oxuyub başa düşüb iman gətirməyimiz, bunlar hamısı gözəldir, öz yerindədir. Amma bunu tamamlayan nə olmalıdır? Bunu tamamlayan Qur'an-ı Kərimə, o ki oxuyuruq, başa düşürük, imanda gətirmişik, əməl etməkdir. Yəni Qur'anın hədəfi, son göstərişi, bütün bu vasitələr ki var, Qur'anı qorumaq, oxumaq, oxuyub başa düşmək və iman gətirmək, əməl etməklə tamamlanır. Əgər bir insan Qur'an-ı Kərimi oxuyub başa düşsə, hətta iman da gətirsə, əməl etməsə, o ona fayda verməyəcək. Qur'an o şəxslərə fayda verir ki, onu oxuyub başa düşüb əməl etsin. Bir insan əgər bunları etmirsə və Qur'andan bir fayda görmürsə, onda Qur'anı qınamamalıdır. Gərək özünü qınasın. O baxımdan Allah da Qur'an-ı Kərimdə buyurur ki, siz o vaxtı Qur'an-ı Kərimdən faydalanacaqsınız ki, yəni Qur'an sizə o vaxt şəfa verəcək ki, o vaxt sizə ruhi xəstəliklərinizə, günahlarınıza, pis əməllərinizə şəfa verəcək ki, onu oxuyub, başa düşüb və əməl edəsiniz. Mömin olduğunuz halda. Təbii ki, Allah Teala bu ayədə ki, mömin deyir, Allah buyurur ki, وَنُنَزِّلُ مِنَ الْقُرْآنِ مَا هُوَ شِفَاءٌ وَرَحْمَةٌ لِلْمُؤْمِنِينَ Möminlər üçün şəfa və rəhmət var. Bu, mömin deyəndə əməl edəndən söhbət gedir. Əgər bir insan mömindirsə, deməli, Qur'ana əməl edir. Qur'ana əməl edirsə, deməli, Qur'an ona həm şəfa verir, həm də rəhmət verir. Şəfa o şəxslərə Allah Teala Qur'an-ı Kərim vasitəsilə verir ki, Qur'anın buyruqlarına əməl edir və əgər pis əməlləri, günahları, xətaları, səhvləri varsa, ruhi xəstəlikləri varsa, paxıllıq, həsəd, qeybət etmə, yalan danışma, Allah Teala Qur'ana əməl etməklə bunları aradan aparar. Yəni onun ruhi xəstəliklərindən, bu cür xəstəliklərindən şəfa verər. Rəhmət də budur ki, Allah Teala Qur'ana əməl edənlərə rəhm edir. Öz rəhməti sayəsində saxlayır ki, onlar da yollarından azmırlar. O baxımdan Qur'an həm bizim üçün rəhmətdir, həm də bizim üçün şəfadır. Bütün möminlər üçün rəhmətdir və həm də şəfa.